Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Payız bülbülü quşunun aprel sərgüzəştlərindən danışacağam. Payız bülbülü quşu çaya doğru uçurdu. Çöllərin üstündə qanad çalarkən dərələrdən gələn şırıltı səsini eşitdi. Çeşmələrdən fışqıran dumduru sular toplanaraq dərələrə tökülür, axıb çaya qovuşurdu. Payız bülbülü quşu çaya baxanda hönkürdü. Suyun üstündəki buz artıq xeyli incəlmiş, maviyə çalan nazik bir təbəqəyə dönmüşdü. Sahildə əriyən qar suları arxlarla çaya axırdı. Axan sular çayın üstünü örtən buzu çatladırdı. Bala quş birdən qarşısında ağ-qara rəngli incə bir quş gördü. "Nə deyirsən?" Payız bülbülü quşu soruşdu. "Quyruğuna niyə yelləyirsən? Sən məni tanımırsan?" Qəribə quş soruşdu. "Mənim adım quyruq sallayandır." Yaxşı görək. Elə ad olar? Ola bilməz. Quyruq sallayan yenə də quyruğunu yellədi. Elə o anda çaydan qulaq batıran bir şaqqıltı səsi gəldi. Quyruq sallayan yerindən sıçrayıb ən yaxın ağacın budağına uçdu. Payız bülbülü quşu isə yerində qaldı. Çayın üzərindəki buzun qırıldığını gördü. Çaya axan qar suları buzu altdan qaldırıb şüşə kimi çili-çili elədi. Artıq çayın qabağını almaq mümkün değildi. Parçalanmış buz qırıqları coşqun sularla birlikdə hərəkət edirdi. Birdən yüzlərlə su quşu uçub çayın qabağına qondu. Çöl ördəkləri, qazlar, qarabaddağlar yenidən çaya qovuşduqları üçün bayram edirdilər. Parçalanıb gedən buzdan azad olmuş sularda yem axtarmağa başladılar. Payız bülbülü quşu tez yaşlı sərçənin yanına uçdu. "Buz qırıldı, buz qırıldı!" deyə müjdəsini verdi. Sərçə dilləndi. "Gördüyün kimi bahar əvvəlcə çöllərə gəlir, sonra da çaylara. Aprel ayı baharın gəldiyi aydır. İndi isə get, meşəyə bax. Orada nələr baş verir? Sonra gəl, gördüklərini mənə anlat." Payız bülbülü quşu həyəcanla meşəyə doğru uçdu. Meşədə də böyük dəyişiklik vardı. Bitkilərin hamısı canlanmışdı. Çiçəklər tumurcuq açırdı. Meşə sakinləri baharın gəlişinə çox sevinirdilər. Payız bülbülü quşu bütün gördüklərini yaşlı sərçəyə danışdı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.